önəmli mövzu olmasa, bu mövzunu belə deyək də, ciddi izahına qaçmaram. Deməli, mövzumuz nədir? Sinifin idarə olunması ilə bağlıdır. Müəllim sinifi necə idarə eləməlidir? Və məsələ budur. Əsas, belə deyək də, məsələyə belə yanaşın ki, əgər sinifdə xaos olarsa, səsküy olarsa, o sinifi öyrənmə heç vaxt səmərəli ola bilməz. Artıq vaxt itkisi olacaq, xaos, söz səsküy, söz söhbət, o deyəcək mən deyən düzdür, bu deyəcək mən deyən düzdür. Ona görə də biz nə etməliyik? Biz sinifi effektiv idarə eləməliyik, davranışları, yəni şagirdlərin davranışlarını elə idarə eləməliyik ki, şagirdin davranışı normal olarsa, bu zamanda effektiv öyrənmə baş verər. Yəni, şagirdlər bir-birlərə qarşılıqlı hörmətlə yanaşarlar, bir-birlərini sonacan dinləyərlər, bir-birlərinin fikirlərini, belə deyək, hörmətli qarşılayarlar, bir-birlərinin fikirlərinə dözümlülük, yəni tolerantlıq göstərərlər, humanizm, qayğıkeşlik hissi yaranar və s. Yəni, şagirdlər arasında davranışı tənzimləmək, eyni zamanda sinifdə hər bir şagirdin davranışını tənzimləmək üçün müəllim nədən istifadə eləməlidir? Gözləntidən, qaydadan, prosedurdan. Yəni, bir mənalı şəkildə yadınıza saxlayın ki, həm gözləntilər, həm qaydalar, həm də prosedurlar nə üçündür? Sinifin idarə edilməsi üçündür. Düzdür, məqsəd öyrənməyə xidmət eləyir. Biz bunları eləyirik ki, şagirdlər, belə deyək də, bunları nəyə görə eləyirik? Eləyirik ki, şagirdlər səmərəli öyrənsinlər də. Yəni, bizim bütün işimiz təlim nəticəsinin reallaşdırılmasına xidmət eləyir. Amma burada sırf məqsəd sinifin idarə edilməsi üçündür. Deyir ki, peşəkar müəllim sinifi elə idarə eləməlidir ki, 45 dəqiqə ona çatsın. Adətən biz narazılıq edirik ki, 45 dəqiqə bu qədər şey eləmək olmur, sinifdə uşaq sayı çoxdur, yəni biz bunu heç cür reallaşdıra bilmirik. Və bu gözləntilər, qaydalar və prosedurlar ona görədir ki, sinifimizi yaxşı idarə eləyə bilək, effektiv idarə eləyə bilək və nəticədə sinifimizdə artıq şeylərə səsküy, artıq məsələlərə vaxt getməsin. Səsküy olmasın, xaotik səsküy olmasın, konfliktlər yaşanmasın, problemlər olmasın və s. O heç olmalıdır. Biz heç kim deyə bilməz ki, bütün siniflər, hansısa sinif idealdır, ömrü boyu konflikt yoxdur. Yəni, ən azından hər gün olmasın. Çünki xaotik səsküy vərdişə çevrilərsə, bu müəllimlər arasında çox ciddi problemə gətirir. Ümumiyyətlə, nəinki müəllimlərə, sinifə də problem yaradar. Sinifdə effektiv öyrənmə olmayacaq, müəllim təlim nəticəsini reallaşdıra bilməyəcək. Ona görə də müəllimlər gözləntilərdən, qaydalardan və prosedurlardan nə etməlidir? İstifadə etməlidir. Gəlin, birinci görək gözlənti nədir? Birinci gözləntiyə baxaq. Gözlənti. İlk olaraq gözləntini qoyduğumuza görə birinci gözləntidən başlayacağıq. Bax, girmişəm sinifə. 5-ci sinifi ilk dəfə götürmüşəm, tarix müəllimiyəm, girmişəm sinifə. Siniflə tanış oluram. Əlbəttə ki, məsləhətdir ki, siniflə heç sinifə girməmişdən əvvəl tanış olar. O haqda da keçəcəyik. Müəllim 4-cü sinifdən sinifi ilə tanış olsa daha yaxşı olar. Gələn mən sizə dərs deyəcəm, sizi səbirsizliklə gözləyirəm. Bu pozitiv müəllim-şagird münasibətinin yaranmasına müsbət təsir göstərər. Amma biz indi gözləntidən danışırıqsa, o əvvəlki prosesi qoyaq qırağa. Girmişəm sinifə. Gözlənti nədir? Yəni, mən şagirdlərimə deyirəm ki, mən sizin tarix müəlliməniz olacam, adım Günaydır, sizinlə tanış olmaq istəyirəm, hər birinlə tanış oluram və sonra gözləntilərimi deyirəm ki, uşaqlar, sizdən bu cür davranışlar gözləyirəm və ümid edirəm ki, bu gözləntilərim həqiqətən də olacaq və s. və ilaxır. Gözləntilərimiz necə ola bilər? Məsələn, hamıya hörmətlə yanaşın. Bax, bizə nümunə verir. Gözlənti, hamıya hörmətlə yanaşın. Hamıya hörmətlə yanaşın. Biz bu gözləntini izah eləməliyik şagirdə. Şagird nə bilsin ki, hamıya hörmətlə yanaşın deyəndə söhbət nədən gedir? Aşağı sinif şagirdidir, ola bilsin heç bu sözü eşitməyibdir. Adətən biz müəllimlər deyirik ki, hamıya hörmətlə yanaşın. Yəni, Azərbaycan sözüdür, bunu bir başa düşməyən nə var ki? Amma şagirdlərə bunu asan dildə başa salmaq lazımdır ki, hamıya hörmətlə yanaşın nə deməkdir? Yəni, söhbət dərs prosesindən gedir də, dərsdən danışırıq, sinifin idarə edilməsindən danışırıqsa, sakit işləyin, izah verə bilərik məsəl üçün. Sakit işləyin uşaqlar, sakit işləyin. Sonra nə deyə bilərik? Bir-birinizin fikrinə hörmət edin. Bir-birinizin fikrinə hörmət edin. Yəni, mütləq gözləntilər izah olunmalıdır şagirdlərə. Fikrinə hörmət edin. Bir-birinizin fikrinə hörmət edin. Ən sevmədiyim şeydir yazı yazmaq. Ona görə qısa, konkret yalandan yazıram. Bir-birinizin fikrinə hörmət edin. Sonra nəzakətli sözlərdən istifadə edin. Bu nə olacaq? Bu hamıya hörmətlə yanaşın gözləntisi olacaq. Nəzakətli sözlərdən istifadə edin.
Nəzakətli sözlərdən istifadə edin. Aha. Nəzakətli sözlərdən istifadə edin. Deməli, şagirdə gözlənti qoyuram. Gözləntimiz nədir? Gözləntimiz hamıya hörmətlə yanaşın gözləntisidir. Bax, bu gözləntinin adıdır. Hamıya hörmətlə yanaşın. Sonra izah edirəm ki, uşaqlar, hamıya hörmətlə yanaşın o deməkdir ki, yəni sakit işləyin, bir-birinizin fikrinə hörmət edin, nəzakətli sözlərdən istifadə edin. Bunu müəllim artıra bilər. Yəni, başqaları danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, yəni bunu artıra da bilərik. Növbənizi gözləyin. Bunlar hamısı nədir? Hamıya hörmətlə yanaşın gözləntisinin altındadır. Keçək növbəti bir gözləntiyə. Məsələn, uşağa belə deyək də, bu gözlənti kifayət eləmir. Yeni bir gözlənti veririk uşağa ki, təkcə hamıya hörmətlə yanaşından məsələ bitirmi? Bitmir. Məsuliyyətli olun gözləntisi. Məsuliyyətli olun. Bunlar nümunədir. Yəni, müəllim bunu öz, belə deyək də, kreativ ideyasına görə dəyişə də bilər. Bunlar ümumidir. Məsuliyyətli olun. Düzdürmü? Uşağa deyirik ki, məsuliyyətli olun. Bax, sizdən məsuliyyətli olmanızı gözləyirəm, uşaqlar. Mən bilirəm ki, siz bu gözləntilərə, bunu da pozitiv deyirik ki, uşaqlar bu gözləntilərə əməl etməyə neynəsinlər? Maraqlı olsunlar. Pozitiv deməsək, uşaqlar onsuz da ki, belə deyək də, bir sözlə olan bir şey deyil bu. Ona görə pozitiv deyək ki, bizdən müsbət enerji alsınlar. Bunu da izah eləməliyik. Məsuliyyətli olun. Hə, uşağa dedim, uşaqlar, məsuliyyətli olun. Bax, sizdən bunu gözləyirəm. Mən inanıram ki, siz məsuliyyətli uşaqlarsınız. Yəni, bu cür olacaq, bu cür davam eləyəcək. Gözləntilər şifahi olur. Bax, bunu da deyim, mesaj şəklində verilir şagirdlərə. Şifahidir gözləntiləri. Nə yazmaq, nə divardan asmaq, heç nəyə ehtiyac yoxdur. Məsuliyyətli onu da izah eləməliyəm şagirdlərə. Nələr saxlanır məsuliyyətli onun altında? Dərsə vaxtında gəlin. Dərsə vaxtında gəlin. Vaxtında gəlin. Sonra, yəni gecikməyin deməkdir də. Adətən müsbət cümlələr olmalıdır müəllimlər. Görürsünüz, mən bura dərsə gecikməyin də yaza bilərdim. Amma negativ cümlələr, inkar cümlələr olmaz. Çünki inkar cümlələr şagirdlərdə, ümumiyyətlə insan psixologiyasında aqresiya yaradır. Ona görə dərsə vaxtında gəlin. Yəni, gecikməyin yox, dərsə vaxt. Qadağalar şəklində eləmirik bunu. Gözləntimiz olduğuna görə biz bunu müsbət, pozitiv eləyirik. Sonra, verilən tapşırıqları vaxtında yerinə yetirin. Bu da məsuliyyətə aid ola bilər. Verilən tapşırıqları vaxtında yerinə yetirin. Vaxtında yerinə yetirin. Və üçüncü olaraq da qoya bilərik ki, sinif dərsə gələrkən uşaqlar bütün dərs materiallarının üstünüzdə olduğundan əmin olun. Bu da məsuliyyətlidir də. Dərsə gələrkən, yəni sinifə gələrkən materialların, yəni dərs materiallarının üstünüz dəftərinizi, bu o demək ki, yəni dəftərinizi unutmayın, kitabınızı unutmayın, nə bilim, karandaşınızı unutmayın. Dərs materiallarının yerində olduğundan əmin olun, yəni çantanızda olduğundan əmin olun. Bunlar nədir? Bunlar məsuliyyətli olun gözləntilərdir. Yəni şagirdə bu xırdalıqlarına qədər izah verməliyik. Özlə adətən şagirdlər təzə müəllimə diqqətlə qulaq asırlar. Çünki təzə fəndir, təzə müəllimdir, onlar üçün maraqlıdır. O gözləntiləri dinləmək, onlar üçün, belə deyək də, bəlkə də indiyənə qədər heç kim o gözləntilər onlara deməyib. Sanki biz onlara bir məsuliyyət yüklüyürük ki, uşaqlar, sizdən bunu gözləyirəm və inanıram ki, bu gözləntilərimi neynəyəsiz? Boşa çıxartmayasınız. Yəni, şagirdə məqbul davranışlarımızı, yəni nəyi məqbul hesab eləyirik? Hansı davranış müəllim tərəfindən məqbul hesab olunur? O deməkdir. Bir dənə nəzarət eləyim, lövhə görsənirmi? Görək, burada vəziyyət necədir? Sonra növbəti gözlənti nə qoya bilərik? Bu oldu məsuliyyətli olun gözləntisi. Şagirdlərə izahını da verdik. Növbəti gözlənti nə qoya bilərik? Növbəti gözlənti qoya bilərik.
Təhlükəsizliyinizə riayət edin. Bu da gözləntidir. Təhlükəsizliyinizə Təhlükəsizliyinizə riayət edin. Bu da növbəti bir gözləntidir. Burada izahını verməliyik şagirdə. Təhlükəsizliyinizə riayət edin. Yəni, burada söhbət nədən gedir? Əlinizə, qolunuza diqqət edin. Sonra dəhlizdə yeriyin. Əl-ayaq hərəkətlərinizə nəzarət edin. Gəlin, bir ikisini yazaq. Dəhlizdə yeriyin. Dəhlizdə qaçmayın demirik. Yəni, inkar cümlədən istifadə eləmirik. Dəhlizdə yeriyin. Əl-ayaq hərəkətlərinizə diqqət edin. Əl-ayaq hərəkətlərinizə diqqət edin. Sonra nə deyə bilərik? Məsələn, təhlükəli bir şey görürsünüzsə, tutaq ki, sinifdə nəsə bir təhlükəli bir hadisə və yaxud da bir dava-dalaş varsa, təhlükəli, belə deyək də, hər hansı bir hadisə varsa, yaxındakı müəllimə müraciət edin. Hadisə zamanı ya müəllimə, ya yaxındakı bir böyüyə müraciət edin. Yəni, burada istənilən, təhlükəsizliklə bağlı istənilən bir hadisə ola bilər ki, uşaq dalaşır, uşağın biri yıxılır və yaxud da zarafat edirlər, biri itəlir. Hadisə zamanı böyüklərə məlumat verin. Burada müəllim də ola bilər, texniki işçi də ola bilər, fərqi yoxdur. Məlumat verin. Bunlar da oldu nə? Təhlükəsizliyə əməl edin gözləntisi. Yəni, riayət edin gözləntisi. Deməli, gözləntimiz budur. Təhlükəsizliyinizə riayət edin. Bu aşağıda yazdıqlarım isə dəhlizdə yeriyin, əl və ayaq hərəkətlərinizə diqqət edin, hadisə zamanı böyüklərə məlumat verin. Bunlar isə həmin gözləntilərin nə idi? İzahıdır. Tamam, bu gözləntiləri şagirdlərə ötürmüşük. Nə gözəl, əla. Ötürmüşük gözləntiləri. Şagirdlərimiz bu gözləntiyə əməl edəcəkmi? Çalışırıq etsinlər, çünki gözləntiləri xatırladacağıq onlara. Yəni, tez-tez yox, yəni pozulduqca xatırladacağıq və s. Çalışırıq etsinlər. Müəllim israrlı olmalıdır ki, bu gözləntilər qaydaya çevrilməsin. Görürük ki, uşaq gözləntiyə əməl eləmir, uşağın özü ilə söhbət eləyirik. Yox, alınmır, uşağın davranışı, yəni heç cür belə deyək də, nizama salınmır, uşaq kağız atır, dərsə cəlb olunmasına problemi var və s. Sinifdə xaotik səs-küy yaradır, uşağın özü ilə danışırıq. Sonra valideynlərlə danışırıq. Bu da alınmırsa, ən sərt halda bu gözləntilərimizi qaydalara çeviririk. Deməli, gözlənti qaydaya nə vaxt çevrildi? Gözlənti qaydaya nə vaxt çevrilir? Gözlənti hansı hallarda qaydaya çevrilir? Qaydalar yazılı şəkildə olur və sinifin bir küncündən asılmalıdır. Eynən gözlənti ilə eyni şeydir. Orada da məsuliyyətli olun var. Sonra təhlükəsizliklə riayət edin var. Eyni zamanda da hamıya hörmətlə yanaşın var. Yəni, eyni şeydir. Mahiyyət etibarilə eyni şeydir. Amma hansı hallarda gözləntilər qaydalara çevrilə bilər? 1. Arzu olunan davranış həyata keçmirsə. Arzu olunan davranış yoxdur. Yəni, nə qədər edirik? Şagirddə arzu qısa konkret yazaq. Arzu olunan davranış yoxdur. Neyin edirik? Bu, ən sərt halda olur. Gözləntinin sərt halı qaydadır. Yəni, qayda gözləntinin sərtləşdirilmiş formasıdır. Arzu olunan davranış yoxdur. 2. Uşaqla söhbət edirik, alınmır. Uşaqla söhbət edirik, nəticə yoxdur. Söhbətin nəticəsi yoxdur. Yəni, onun davranışı niyə belədir? Biz heç cürə o davranışı düzəldə bilmirik. Nəticə yoxdur. 3. Valideynlə söhbət edirik, yenə nəticə yoxdur. Valideynlə söhbət, nəticə yoxdur. Bu zaman müəllim məcburdur neynəsin? Həmin məsuliyyətli olun gözləntisini, təhlükəsizliyinizə riayət edin gözləntisini, eyni zamanda hamıya hörmət edin gözləntisini neynəsin?
qaydaya çevirsin. İndi danışaq qaydalardan. Tamam, çevirmişik qaydaya. Qaydanın gözləntilərdən bir neçə fərqi var, ona görə də qaydanı xüsusilə təzdən izah edək. Qayda. Bayaq dedik ki, gözləntinin daha sərt formasıdır. Yazılı şəkildə olur. Yadıma düşdükcə bir-bir deyirəm. 3-5-dən artıq olmamalıdır. 3-5 aralığında olmalıdır. Niyə? Niyə? Çünki şagirdləri çox həddən artıq çərçivəyə salmaq olmaz. Çünki çərçivəyə salınmış şagird həm özünü qısıtlanmış hiss eləyir, həm də ki, yadında qalmayacaq qaydalar. Biz 3 dənəsini dedik, düzdürmü? Məsuliyyətli olun, təhlükəsizliyinizə rəayət eləyin, bir də hamıya hörmətlə yanaşın. 5-ə qədər bunu artırmaq olar. Amma çox qaydanın qoyulması yaxşı hal deyil. Şagirdlər özlərini həm çərçivəyə salınmış hiss eləyirlər, həm də ki, yadlarında qalmır. Yəni, əhəmiyyətsiz bir qaydaya çevrilir. 2. Şagirdlərlə bir yerdə hazırlanmalıdır. Şagirdlərlə bir yerdə hazırlanmalıdır. Bir yerdə hazırlanmalıdır. Yəni, şagirdlərdən təkliflər alırıq. Ay uşaqlar, mənim gözləntilərim özüm doğrultmadı, sinifdə xaotik səs-küyümüz var. Bu da bizim öyrənmə prosesində mənfi təsir göstərir. Ona görə də qaydalar təşkil etmək lazımdır. Sizcə hansı qaydaları qoysaq bu xaotik səs-küy aradan qalxar? Yəni, tövsiyə xarakterli şagirdlərdən təkliflər alırıq. Şagirdlərin təklifi ilə qaydalar hazırlayanda hamısını şagird deyəcək deyə bir şey yoxdur. Şagird məlumatlı olmalıdır öncə bu nədir, maariflənməli daha sonra. Amma özləri təklif eləyəndəki müəllimə, gəlin məsuliyyətli olun qaydası qoyaq və yaxud da gəlin təhlükəsizliyə riayət edin qaydası qoyaq, onda daha yaxşı əməl eləyirlər. Çünki özləri də burada axı bir təklifdə belə deyək olublar və özlərinin seçimi olduğuna görə onlarda daha çox məsuliyyət hissi yaranır və qaydalara daha məsuliyyətlə, eyni zamanda özlərini belə deyək də azad fikirli, fikirlərinə hörmət qoyulan bir şəxs kimi hiss eləyərək daha məsuliyyətlə əməl edəcəklər. 3-cü məsələ. İnkar cümlə olmaz. Təsdiq cümlə olmalıdır. Təsdiq cümlə olmalıdır. Təsdiq cümlə olmalıdır. Bu nə deməkdir? Yəni ki, biri var uşağa deyirəm ki, dəhlizdə qaçmayın. Bir də var deyirəm, dəhlizdə yeriyirik. Adətən qaydalar 3-cü şəxsin cəmində olur. Dəhlizdə yeriyirik. Yəni, bu şagirdlərdə psixoloji olaraq elə bir məsuliyyət yüklüyürük. Adi özümüzdən götürək. Adi böyük insanlar hansısa bir yerə yazırlar ki, bura zibil atanın, söyüş söyürlər, nalayıq söz yazırlar. O zibili əsəbimizdən atırıq ora. Amma bir də görürsünüz yazırlar ki, zibil atmadığınız üçün təşəkkür edirik. Bu söz artıq insan psixologiyasında nə yaradır? Yəni ki, mən bura zibil atmayayım, mənə əvvəlcədən təşəkkür edirlər. Qaydalar da bu formada olmalıdır. Dəhlizdə qaçma, dəhlizə yeridiyiniz üçün təşəkkür edirik. Və inkar cümləsi qətiyyən olmaz. Sonra, başqa necə qoya bilərik? Misal üçün, bir dənə də misal deyim. Elə burada ancaq onu veriblər. Bir-birimizə hörmətlə yanaşırıq. Əl və ayaq hərəkətlərimizə diqqətliyik. Yəni, bu cür qoyanda qaydanın altındakı izahlardan söhbət gedir. Qaydalar da izah olunmalıdır mütləq şagirdlərə. Məsuliyyətli olun qoymuşamsa, onun altındakı o bayaq gözləntidə yazdığım məsələlər izah olunmalıdır. Yəni, müsbət cümlələr olmalıdır. İnkar cümlələrdən istifadə şagirdlərdə bu qaydaya əməl etməsinə mənfi təsir göstərər. Bir də şagirdlərə qaydaya əməl edərkən müsbət və mənfi nəticələr göstərilməlidir. Bunu ayrıca bir səhifədə izah edeyim, burada yer yoxdur. Nə deməkdir müsbət və mənfi nəticələr? Biz elə bilirik ki, kitabda bizə yazıb ki, şagirdə qaydaya əməl etmədiyi halda qarşılaşacağı müsbət və mənfi nəticələr deyilməlidir. Ayrı izah verməyibdir. Mən də şəxsən birinci ilə başa düşmüşdüm ki, burada söhbət cəzalandırmadan gedir. Amma burada qətiyyən söhbət cəzalandırmadan getmir. Qaydalar sərt şəkildə olmamalıdır. Qaydalar tələb edirəm, mütləq etməlisən, etməsən nəticə sənin üçün ağır olar, sənə 2 yazacağım. Nə bilim, bu cür qaydalar olmamalıdır, nəticələr bu cür olmamalıdır. Amma bizə burada verib ki, qaydaların şagirdlərə nəyə əməl etdikləri izah olunmalıdır, onu demişik. Qaydalar yəni izah olunmalıdır, gözləntilər kimi, məsuliyyətli olun nə deməkdir, təhlükəsizliyə əməl edin nə deməkdir. Plus da burada bizə 2 məsələyə toxunur. Deyir ki, qaydaya əməl etməyi, müsbət və mənfi nəticələri şagirdlərə deyilməlidir.
Gəlin baxaq nə deməkdir müsbət nəticələr, mənfi nəticələr. Qaydaların müsbət nəticələri, yəni qaydaya əməl etməyə müsbət nəticələrindən söhbət gedir. Qaydaya əməl etməyə müsbət nəticələri. Şagirdlərə nə deyirik? İzah edirik ki, ay uşaqlar, bax bu davranış qaydaları sizin öyrənməyinizə xidmət edir. Təlim nəticəsini reallaşdırmaq istəyirsinizsə, bunu yazmayacağım, çünki siz qeydlərinizi aparın, səbrim çatmır bunu yazmağa. Müsbət nəticələr nə olar? Deyərək ki, ay uşaqlar, qaydaları nə üçün qoymuşuq? Sinifimizdə səs-küy olmasın, əlaqə vaxt itkisi getməsin, öyrənmə prosesi səmərəli olsun, axıcı olsun, qrup işlərində və yaxud da ümumi müzakirələrdə, diskussiyalarda səs-küylər olmasın, davranış pozuntusu olmasın, bir-birinizə qarşı hörmətli bir, yaxşı bir sinif mühiti olsun, hər tərəfli, yəni həm psixoloji, həm də ki, tam təhlükəsiz bir sinif ab-havası yaratmaq üçün, düzdürmü? Uşaqlar deyəcək, bəli, düzdür. Bunun nə müsbət nəticəsi olacaq? Təlim nəticəsində yaxşı reallaşdıracağıq, sonra nə edəcəyik? Bir şəxsiyyət kimi formalaşacağıq. Gələcəkdə şəxsi həyatımızda, məktəbdən sonraki həyatımızda qarşılaşacağımız çətinliklərin öhdəsindən rahatçılıqla gələcəyik. Nəzakətli davranışların nəticələri nəyə gətirib çıxardacaq? Məsuliyyətli olunun davranışları nəyə gətirib çıxardacaq? Təhlükəsizliyimizə riayət edək, nəyə gətirib çıxardacaq? Yəni, müsbət tərəfləri şagirdlərə nə edirik? Deyirik ki, yəni şagirdlər bilsin ki, bu davranışlar bir şəxs olaraq onlara nə müsbət nəticə verəcək. Adətən şagirdlər elə başa düşürlər ki, müəllim qoyduğu qaydanı ona görə qoyub ki, müəllim öz dərsini tənzimləmək üçündür. Bu qaydalar müəllimə xidmət eləyir və ona görə də maraqlı deyirlər bunları, belə deyək, həyata keçirtməkdən. Amma onlar başa düşəndə ki, bu qaydaların müsbət nəticələri onların gələcək həyatında necə rol oynayacaq, onlar başlayacaqlar bu qaydalara əməl etməyə. Bir də müəllimin israrlı olması məsələsi də var, ona da gələcəm. Mənfi nəticə nədir? Mənfi nəticə isə, o mənfi nəticəni qırmızı ilə yazaq. Yəni, cəzadan söhbət getmir. Şəxsi həyatında qaydaya əməl etməyən uşağın gələcəkdə gəlib çıxdığı mənfi nəticələrdən söhbət gedir. Burada cəzadan söhbət getmir. Yəni ki, sən qaydalara əməl etməyəndə, davamlı olaraq qayda pozan, arzu olunmayan davranış nümayiş etdirəndə, sən bir şəxsiyyət kimi nə cür formalaşacaqsan və bu sənin bir şəxsiyyət kimi formalaşmana, gələcək həyata müstəqil addım atmağına hansı mənfi nəticələrini göstərəcək? Yəni, burada məktəbdən söhbət getmir. Bəli, şagirdlərə müsbət və mənfi nəticələr bu formada çatdırılmalıdır. Keçdik növbəti məsələyə. Prosedurlardan da danışaq, sonra bunların hər üçünün icra olunması, vərdişə çevrilməsi məsələsindən danışacaq. Bəs prosedur nədir? Prosedur hər hansı bir fəaliyyətin ardıcıllıqla həyata keçirilməsidir. Prosedur da sinifi idarə etmək üçündür, effektiv sinif idarə edilməsi üçündür, hər hansı bir fəaliyyətin ardıcıllıqla idarə edilməsidir. Misal üçün, dərsə vaxtında gəlmə proseduru. Dərsə vaxtında gəlmə proseduru. Gəlmə proseduru. Neçə addımdan olar? 3 addımdan ibarət olar. 1 addım, 2 addım, 3 addım. Prosedurlar addımlarla olur. Proseduru qaydadan seçmək üçün mütləq orada görməlisiniz ki, burada nə var? Addımlar var. Birinci addım, sakitcə yerimizə keçirik. Dərsə uşaq vaxtında gəlməyib də gecikibdir. Söhbət dərsə gecikən uşaqdan gedir. Daha doğrusu, sakitcə sinifə daxil oluruq. Sakit sinifə daxil oluruq. Daxil oluruq. 2. Yerimizə keçirik. Yerimizə keçirik. Dərsə qoşuluruq. Dərsə qoşuluruq. Bu sinifə gecikmə, yəni hər hansı bir proseslə bağlıdır. Dərsə vaxtında gəlmə prosedur. Gözlü gecikmə demirəm, negativ olmaz, gəlmə. Dərsə vaxtında gəlmə prosedur. Yəni sinifə gecikən uşaq, dərsə gecikən uşaq nə etməlidir? Bu addımları etməlidir. Burada bir ardıcıllıq var. Uşaq sinifə daxil olmadan yerinə keçə bilərmi? Yox. Yerinə keçmədən dərsə qoşula bilərmi? Yox. Görürsünüz, ona görə buna nə deyirik? Prosedur deyirik. Proseduru da nə qəşəng yazmışam. Deməli, buna prosedur deyirik. Birinci addımda uşaq nə edir? Sinifə daxil olur. İkinci addımda yerinə keçir. Üçüncü addımda dərsə qoşulur. Bunu edən müəllim nə üçün edir? Vaxt itkisi olmasın deyə.
Bəs yaxşı, buradan belə bir sual yaranır. Şagird bundan istifadə edib davamlı dərsə gecikə bilərmi? Bunu biz prosedur halında qoymuşuqsa, şagirdlərə izah edirik bunu da. Yəni, möhkəmləndirəcək, məşq edəcək o öz yerində. Amma görür ki, yəni heç cür alınmır. Şagird davamlı gecikirsə, bu zaman şagirdlə tək və tək söhbət apara bilərik. Səbəbi nədir? Onu aradan qaldırmağa çalışarıq. Valideynlə söhbət apara bilərik. Yəni, səbəb əgər evlə əlaqəli bir məsələdirsə. Yəni, o şagirdlə tək və tək əlavə söhbət edirik. Yəni, bunu davamlı hala keçirməsinə əlbəttə ki, imkan yaratmırıq. Digər bir prosedura baxaq. Müzakirə proseduru. Buna da baxaq, sonra artıq möhkəmləndirməyə keçəcəyik. Müzakirə proseduru. Sinifdə bir müzakirə işi təşkil etmişik. Bunun hamısını bir dəst eləmirik ya. Yəni, işi təşkil etdikcə bu prosedurları tətbiq edirik. Tutaq ki, dərsə girmişəm, sentyabr, oktyabr heç müzakirə eləməmişəm. Noyabr ayda artıq müzakirə aparmaq istəyirəm. O zaman bu prosedur edirəm. Yəni, girdim elə dalbadar bunun hamısı, heç onun hamısı uşağın yadında da qalmaz. Müzakirə proseduru. Burada da addımlar var. Danışanı diqqətlə dinləyin. Danışanı diqqətlə dinləyirik. Yəni, müzakirə varsa, burada demək ki, danışmaq var. Diqqətlə dinləyirik. İkinci addım nə ola bilər? Qısa yazıram, burada biraz uzun-uzadı yazıblar. Diqqətlə dinləyirik. Baxışlarımızı ona yönəldirik. Yəni, bu, belə təxmin olan bir şeydir. Qarşılıqlı hörmətə rəayət edirik. Qarşılıqlı hörmətə rəayət edirik. Rəayət edirik. Üçüncü addım kimi nə yaza bilərik? Danışmaq istədikdə əlimizi qaldırırıq. İstədikdə əlimizi qaldırırıq. Bunu artıq sinifdə müzakirə təşkil edərkən edirik. Yəni, bu nədir? Müzakirə prosedurudur. Müzakirə proseduru bu prosedurun adıdır. Bunlar isə onun addımlarıdır. Birinci addım, ikinci addım, üçüncü addım. Yəni, üçüncü addım. Yəni, ardıcılıqla başlayır bu məsələlər. Müzakirədirsə, burada danışmaq var. Danışana diqqətlə dinləyirik. Dinləyən zaman avtomatik qarşılıqlı hörmət baş verir. Yəni, onun fikirlərinə hörmət edirik. Danışmaq istədikdə isə nə edirik? Əlimizi qaldırırıq. Yəni, burada məqsəd yenə nədir? Sinifdə müzakirə prosedurunu sakit həll etmək. Və nəhayət ki, gəldik qaydaların, gözləntilərin və prosedurların davamlı vərdişə çevrilməsi məsələsinə. Ona keçməmişdən əvvəl bir müəllimlərə qaydım, görün vəziyyət necə. Lövhə aydın görsənir müəllimlər. Səsdə kəsilmə, nə bilim, xırıltı, belə şeylər yoxdur? Əla. Bir dənə qalıb qaydaların, belə deyək də, rəayət edilməsi, necə eləyər ki, müəllim onu davamlı bir vərdişə çevirər. O haqda da danışacağım, yekunlaşdıraq. Həm gözləntiləri, həm qaydaları, həm də prosedurları davamlı vərdişə çevirmək üçün nə etmək lazımdır? Yazanda biraz vaxt çox gedir mənə elə gəlir, mənim fikrimdir. Hə, vaxt çox gedir. Amma bəzi müəllimlər də deyir ki, bizim oxumağa olunsa vaxtımız yoxdur, göz yaddaşına yadımızda qalır. Onu nəzərə alaraq, bu çox geniş düşən bir mövzudur. Yəni, buradan bir sualınız %90 olacaq. Ona görə də onu nəzərə alaraq belə keçdim. Bəli, vaxt çox gedir, doğru deyirsiniz. Deməli, biz necə etməliyik ki, bizim qaydalarımız, prosedurlarımız, ümumiyyətlə gözləntilərimiz, əvvəl gözlənti deyək də, gözlənti varsa qayda yoxdur. Bunu qaydaya çevirmişiksə, deməli gözləntilərimiz neynəməyib, özünü doğrultmayıb. Birinci qaydalar asılmalıdır sinifin bir küncündən. Əgər şagird o qaydalara rəayət etmirsə, müəllim onu səsli şəkildə deməməlidir, yaxınlaşmalıdır.
orada gözü ilə qaydanı göstərməlidir. Sakit mimiklərlə, sakitcə soruşmalıdır. Şagirddə səbəbini, davranışının niyə belə olmasını soruşmalıdır. Yəni dəqiqə başı biz bu qaydaları gözə soğa-soğa deməməliyik. Bunu axıcılıqla, yavaş-yavaş vərdişə çevirməliyik. Bu öz növbəsində. Prosedurları isə qaydada da belədir. Müəllim israrlı olmalıdır birincisi qaydada. Bu qaydadan danışaq. Qaydada müəllim israrlı olmalıdır. Birinci qaydadan danışaq, sonra prosedura keçək. Deməli, qaydanı vərdişə çevirmək üçün müəllim israrlı olmalıdır. Bu nə deməkdir? Yəni ki, biz qayda qoyuruq, amma uşaqlar buna əməl etmirlər. Biz də fikirləşirik ki, bu qaydalar alınmadı bunlarda. Düzdürmü? Uşaqlara birinci maraqlı gəlir. Deyirlər, müəllimə, bəli, çox qəşəng, biz bunu əməl eləyəcəyik. Amma sonra əməl eləmirlər. Birinci küşk edirlər, sonra eləmirlər. Və bu da yaddan çıxır, gedir. Elə yenə də xaotik səs-küy ilə qışqıra-qışqıra dərsimizi keçirik. Müəllim israrlı olmalıdır deməkdir ki, müəllim özü inanmalıdır ki, bunu mütləq mən bu sinifdə reallaşdıracam. İsrarlı olmalıdır. Müəllim, yəni ki, ay alınmadı, uşaqlar sevmədilər, da eləmədilər, yox. Davamlı olaraq biz bunu neynəməliyik? Vərdişə çevirməliyik. Bəzi tədqiqatlar deyir, 21 gün təkrarlanan bir şey vərdişə çevrilir. Bəzi siniflərdə bu işləyə bilər, bəzilərini işləyə bilməz. Yəni, hər gün olmalıdır bir neçə ay ki, bu nə olsun? Davamlı bir vərdiş halına çevrilsin ki, yəni uşaqlar bilsinlər ki, artıq bu dərsdə bu cür davranmaq lazımdır. Bu dərsdə bu cür özünü aparmaq lazımdır. İstəyir dərsdə, istəyir dəhlizdə fərqi yoxdur. Yəni, müəllim israrlı olması qaydaların, belə deyək də, möhkəmlənməsində önəmlidir ki, müəllim israrlı olmalıdır. Müəllim rol model olmalıdır. Rol model. Mən özüm davranışı pozuramsa, mən özüm lazımsız hərəkətlər eləyirəmsə, özüm dərsə gecikirəmsə, şagirddən dərsə gecikmə və yaxud da ki, vaxtında dərsə gəl. Özüm kitabımı evdə qoyub getmişəm, uşaqlara deyirəm ki, gündəliyim evdə qalıb uşaqlar, kitabım evdə qalıb. Gəlin, baxım, görüm, harada qalmışdıq. Bu, şagirdlərdə də şərait yaradır ki, şagirdlər də gələn dəfə bunu bizə desinlər. Ona görə də müəllimin rol model olması burada nədir? Önəmli məsələlərdən biridir ki, müəllim rol model olmalıdır. Sonra, ədalətlilik olmalıdır. Ədalətlilik, yəni hamıya qarşı eyni. Ədalətlilik mütləqdir. Ən önəmli isə qaydaları şagirdlərə, əgər qaydaya şagird əməl eləməyibsə, bunun bir neçə səbəb ola bilər. Ya müəllim israrlı olmayıbdır, ya müəllim qaydaları şagirdlərə izah eləməyib, şagirdlər ümumiyyətlə qaydaları başa düşmürlər, ya da müəllim qaydaları möhkəmləndirməyibdir. Və bu üçündən biridir bunun, belə deyək də, pozulmasının səbəbi. Yəni, günahkar kimdir? Müəllimdir. Bu oldu qaydalar. İndi keçək prosedurlara. Prosedurları davamlı vərdişə çevirmək üçün 3 addım var. Prosedur. Bunu davamlı vərdişə çevirməyin 3 addımı. 1, 2, 3. Öyrət. Öyrət. Məşq et. Məşq et, bir də möhkəmləndir. Möhkəmləndir. Bunu da bir nümunə ilə deyəcəm, yekunlaşdıraq. Öyrət, yəni ki, tutaq ki, sinifi tərk etmə prosedurudur. Dərsin sonunda sinifi tərk etmə prosedurudur. Əvvəlcə şagirdlərə bu prosedurun nədən ibarət olduğunu müəllim neynəməlidir? Öyrətməlidir əlbəttə ki, bu prosedurda söhbət nədən gedir? İkinci mərhələdə isə müəllim bu proseduru məşq etdirməlidir. Öyrədərkən nə deyər? Öyrədərkən deyər ki, əziz şagirdlər, prosedura əməl etdiyinizə əmin olmadan sinifi tərk etməyin. Dərsin sonuna 2 dəqiqə qalmış, sizə xəbər verəcəm. Siz partanızı və partanızın ətrafını təmizləyəcəksiniz. Evə götürməli olduğunuz şeyləri yoxlayacaqsınız. Yalnız bu zaman evə getməyə hazır olacaqsınız. Mən yaxşı yol deyəndə siz sinifi tərk edəcəksiniz. Yəni, proseduru şagirdə neynədir? Qısa şəkildə izah elədi, öyrətdi. Məşq et nədir? Məşq etdə isə deyir ki, indi biz dərsimizin son 2 dəqiqəsini məşq edəcəyik. Bu, bizim evə buraxılmamız üçün hazırlıq vaxtımızdır. Mən dedikcə siz yoxlayın, müəllim deyir uşaqlara. Mən dedikcə siz yoxlayın və məşq et mərhələsində. Uşaqlara deyir ki, mən dedikcə siz yoxlayın. Partamız səliqəlidirmi? Partamızın ətrafında hər hansı bir əşyamız qalmayıb ki, sonra kitablarım və mənə məxsus əşyalarımı götürmüşəmmi? Bunları deyəndən sonra deyir ki, mən yaxşı yol deyəndə getməyə hazır olun. Sonra isə deyir, müəllim eyni zamanda neynəməlidir?
Eyni zamanda müəllim yeriməlidir. Bunu deyərək partalara baxa-baxa, yəni bir yerimizdə durub deməməliyik, yaxınlaşmalıyıq. Həmən uşaqlara yavaş-yavaş, tutaq ki, hansısa partada bir şaket mi qalıb, bir kitab mı qalıb, deməliyik ki, burada kimizə şaketi qalıb. Bax, bu sıra çox təmizdir. Ev tapşırığını götürdüyünüz üçün təşəkkür edirəm. Yəni, bu cür negativ cümlələr, negativ deyirəm, əstəğfurullah, pozitiv cümlələr şagirdlərdə prosedurları, qaydaları öyrənməkdə daha da effektiv olar. Bu da oldu bizim dərsimiz.